Deyəcəksiniz ki, xəstəliklər sahibsiz hesabsızdır və bunlar haqqında nə cür məlumat ola bilər? Hər birində özünün ayrı mütəxəssisi var, hətta bir çox mütəxəssisi var. Yəni minlərlə və ya daha çox mütəxəssisi var. Bir məsələni diqqətinizə ərz eləmək istəyirəm. Başından bəri bir iddia ortaya atmışıq ki, insanın yaradılışından etibarən insanın iki tərəfi, yəni insanın mənəvi və fiziki tərəfi mövcuddur və insan bunun bir tərəfini araşdırdığı vaxt, bir tərəfindən məlumat sahibi olduğu vaxt tam şəkildə insanı tanımış olmur. Bunu hər iki tərəfindən araşdırdığı vaxt isə o doğrudan da məlumat sahibi olur. Əlbəttə, ümumiyyətlə insanın mənəvi tərəfini ya da insanın ruhsal dediyimiz belə bir tərəfini rədd eləyənlər də var. Uzun müddət hətta bu düşüncə müdafiə edənlər ümumiyyətlə bunu elmin sahəsindən kənar bir məsələ kimi qələmə verirdilər ki, ümumiyyətlə elmin belə bir sahəsi yoxdur. Yəni insan görünən bir varlıqdır, insanın cismi var, insan bir maddədir və o fiziki varlığın başqa hansı tərəfi ola bilər ki, biz onun haqqında bir fikir yürüdək. Və o sahəni ayırmışdılar, ümumiyyətlə yəni varoluş sahəsini və ya mənəvi tərəfi ayırmışdılar. Ya fəlsəfənin sahəsi olaraq dəyərləndirirdilər, ya dinin sahəsi olaraq dəyərləndirirdilər. Amma praqmatik dediyimiz, yəni müasir elmin ya da pozitivizm dediyimiz müasir elmin bir sahəsi olaraq görmürdülər ki, ümumiyyətlə bu yoxdur. Amma son dövrdə, xüsusən son 20-30 il ərzində elə həmin elm sahəsinin təmsilçiləri tərəfindən aparılan tədqiqatlar açıq və aşkar şəkildə onu göstərdi ki, xeyr, insan sadəcə fiziki müdaxilələrlə hər hansı bir xəstəlikdən yaxasını qutara bilməz. Yəni bu yetərli bir səbəb deyil.